feryat edir. Hamıyla söhbət aparıb, işləri yaratmaq üçün. İlk adam bizim bu söhbətimizə, bu sözümüzə, bu təşəbbüsümüzə qoşulan Xıdır Allah Verdiyevdir. Dəvət edirəm bura. Gəlsin, buyursun, onun da sözü var. Bazanləniyə 1900 Ekranı da işte olmaz. Yazık. Oradan gelenler, inşaat edin ki ben öz kendimizi, ilimizi seven, isteyen, həmişə xoş günlərini arzu edən bir insan. Bu günləri bizim burada ilk dəfə Artıq müəllim bizim məktəbin direktoru oldu. sonra ilk şadlıq tədbirimizdir. Hər biriniz xoş gəlmişsiniz. Tədbirin burada keçirilməsi üçün Canlı paylaşarsa zəhmət olmasa xahiş edirəm. Canlı paylaşın. Maksimum dərəcədə canlı bəyənin. Qazilərimizin də Allah canını sağ eləsin. 33 il müddətində çox dəyişikliklər oldu. Bir nəsil və yaxud da bir nəsildən artıq bir nəsil dünyasını dəyişibdir. Mən istərdim ki, deyəm ki, Allah onların ruhların şad eləsin. Cəmi ölənlərimizin. Çünki onların ruhlarının bu günləri həm də şad olduğu gündür. Onlar bu günü görə bilmədilər. Bir de sen bunların Ziyalar adında ben Kumar 8. məktəb, ben Kumar orta məktəb. Yəni məktəbdən sonra, kəndimizin alınmasından sonra ölən mənim yoldaşlarımı soruşdu. Deyirəm ki, Allah onlara rəhmət eləsin, onların ruhları şad eləsin. Bu tədbir çox gözəl bir gündür. Belə tədbirlərin vardı, arası olsun. Yəni bu kəndimizin ən xeyirxah işlərində, yaxşı günlərində iştirak etmək lazım. Bu günləri mənim həyatımda, o cümlədən də burada iştirak edən ne müəllimiydi? ilk gün qədər mənə ləzzət etməzdir. Ruhen məndən sənə. Bu günləri, bu günü təşkil edəndə 400 kilometr aralda tədbiri keçirəndə bir yerə bir ağac əkmək olmur. Ancaq bu günləri, bu tədbiri keçirmək, bu məclisi təşkil eləmək, bu nazı nemətləri bura gətirmək elə belə asan deyil. Bu, böyük ürək tələbidir. Böyük vətənləri Mənim seç. Cümlədir. ömrümün rodunların tutulamıza, yarısı tən yarısı, burada kendinize kesin. Bunlar kəndidir. Kəndimizin yığıncağıdır. Həm də mənim qardaşımın anadan olan günüdür. Elimin babamın Məclisdə bu günə təsadüf edir. Birisi yoktur böyle. Allah sizlər var olsun. Hər birinizi təşəkkür etmək üçün. Çox sağ olun, minnətdarım, var olasınız. Maksimum dərəcədə videonu paylaşın, canlını paylaşın, ekranı bəyənin, zəhmət olmasın. Canlımızın sayı artsın. Ve yaxşı insanlar. Hər kəs görsün ki, Qumlaq kəndində belə Allah sizleri həmişə var etsin. Çok sağ olun. Bu işte bize destek olan Mehmetov Sivəddini bura dəvət edirəm. Bir də qazimiz var. Sen sağ olun. Bunların öyle sözleri Sen sağ olun. Konuşurlar, istəyirəm elə bu kadar səslənsinlər. Buradadır. Zeynəddin kardeşimizdir. maksimum bəyən et canlımızı. Düşür kanka, düşür. Sesine ver. 640'a kalkmış değil mi? 300-400'e. İndi aşkın kalkacak yavaş. Ben de bir gaz bakması olarak bu öten yolunda vaxtında bir itibar olmalı. Mesela ben de öz zəhmətimi, əziyyətimi qoydum. Bugün de kendimize kuruculuq işləriyle bir grup yarada bu. Kendimizde farklı işler apardım.
xahiş edirəm, yəni bura toplaşdığınız kimi həmişə bir olun. Əziyyətimiz, zəhmətimizi bir yerə qoyun. Bəli, məclisdir. Kəndimizdə, hələ kəndimizin tikilməsinə 6-7 Buyur, yaz görüm hansı sualdır. Çox adam yazır, yazmaq olmur. dəstək olan Buyur, Niko. Buyur görək. Qəbul Sandık kənarda. Gelişən də sağ olsun, bu işi təşkil edir, razıda sağ olsun, ailələr sərf edir. Onunla da təşəkkür edirik. Bir olan, cəm olan. Allah'ımıza Salam, Səkinənin nəvəsi, salam. Dünən sən mənim başımı oynatmışsın, nənəmi göstər. Görsünlər. Ekranı beğenək, paylaşaq. Münasibətilə Bəli, hamımıza qoy. göz aydınlığı verirəm. Bu günü bizə yaşadan bütün şəhidlər Ekran beğenənlər var olsunlar. Sağ ol qardaş, 777. Sağ ol. Bir də bu işdə çox əziyyəti olan, bu boyda təfəri olan hamısını yığdılar bura, insanlar birbiriyle görüşdürdülər. Sizə can sağlığı, huzurlar verir. Sizə hamınıza yenə də göz aydınlığı verirəm. Yanınıza obanıza hoş gəlmişik. Ben de 650 Bize obanıza hoş gəlmişik. Tanış. Bir nəfər də Yazanlara dəstək olan, kömək olan yoldaşlardan var, Rüstəmova. Sağ ol. Çox fəal bizə kömək eləyir. Təbliğatın aparılmasında, maddi dəstəyin yığılmasında, hamısında bizə kömək olur. Allah kömək olsun onun, o da buradan, buyursun. Salam el cəmaat, hoş gördük. Allah sizi var eləsin. Təbrərəm qulmaq kəndində. Təbrik, toy. Çox sağ olun, var olun. Sadəcə Hasan işləyir, bakın Hasan gəlir, ama yerə deyil. Allah canları sağ eləsin, sağ olun, var olun. qulmaq kəndində. Həmişə bizlə halayvar tutan, həmişə bizlə yaxına maraqlanan, bütün günü burada iki bazı bu ifaların hamısı sulayanlar. Allah sağınızı sağ eləsin. Semra xanım dəvət edin. Buyursun. Sənin bizə həmişə köməyin olur. Hamımıza can sağlığı arzulayıram. İlk önce bu şəraiti bizə yaradan Mustafa, çox sağ ol, Mustafa. Allah köməyin olsun. Bu xoş hissi, həyəcanı yaşamağı Səbri, çox sağ ol. nasip eləyən şəhidlərimizin qarşısında baş əyirəm. Maksimum canınızı beğenin, canınız qalsın. Qazilərimizə can sağlığı versin. Prezidentimizə can sağlığı versin. Hər bir işdə, hər bir əməldə bizə dəstək olduğuna görə prezident kimi. Çox sağ olun, çox var olun. Mən bugün çox həyəcanlıyam. Həyəcanımı heç bir 732 çox sağ ol. ifadə edə bilmirəm. Həyəcanlıyam ona görə ki, mən bu vətəni çox sevirəm, bu kəndi çox sevirəm. Həmişə bəlkə də neçənci Yeni gelenler hoş gelmişsiniz, var olun. Elə olub yalnızın qarşısında baş əyirəm. Analarına, valideynlərinə təşəkkürümü bildirirəm. Çox sağ olsunlar, çox var olsunlar. İgid qəhrəman oğlanlar Hoş böyüdülər. gelmişsiniz, ekran Vətənin beğenin. keşiyində Salın qayğısında paylaşalım. möhkəm dayanıblar. Cebrail qulmaq. Xoş gördük. Həmişə belə həmrəy olaq, bir olaq. Fərqi yoxdur, Xudafərin, Qumlaq, Məstalbəyli, Dərzili, Kavdan. Hamı mənim qardaşlarımdır, hamı mənim bacılarımdır. Hamınızı xoş gördük. Çox sağ olun, çox var olun. Əziz qonaqlar, əziz cəmaatımız, əziz tədbir iştirakçıları, bugün bu tarix əlamətlər tarixdir. Ona görə ki, bu günlərim bizim anası Şamal xala bu müəssisədir. Onu özüm zəng eləmişəm, dəvət eləmişəm, xahiş eləmişəm. Sağ olsun yaxın qardaşlar, onu gətirib saldıqlar buradadır. İndi mən özümdən də razı qaldım. Ona xahiş edirəm, böyle oturduğu yerdən durmaq lazımdır. Oturduğu yerdən həmin bu məclisə bir abicə kimi xeyir dua versin. Həmin də bu gün haqqında ürəyindən nə keçir onu desin. Allah ona can sağlığı. Şəhid anasıdır, şəhidimizin anasıdır. Allah can sağlasın. Ben elime oğluma can sağlığı. Sizden karşı yine bölünmez ay zaman. Biz
5 kənd olmuş. Ömrünüz belədir. Çavdar, Məsabəyli, bunlar. Həmişə el qanı bağlayıblar. İndi təzə gələnlərin heç birinin xəbəri yoxdur ondan. Sizə xahiş edirəm, gələn zamanlar, sinlənən zamanlar, gələcək uşaqlarına hər bir söz öyrətsinlər. Mənim anamdır. Ki, Lap şu ay şəhid. Cəmal, ay Bala, ay Eroba, Araz boynansın, Qudabri körpüsünansın. Ondan sonra Aşı Qurbanının dağındansın. Hamısının burada fəaliyyəti olur. Babalar qan bağlayıblar. Kəndin adında bircə deyər bilmirəm, o qədər. Şamal danışıp qutarsın geçsinler. Bircə deyər bilmirəm, o qədər heyecanlayan. Bilmirəm. Bütün aksakallar vardı, kan bağlayanlar vardı. Benim arzum oldu ki, bir balaca qumlaq sağ ettiğinde 15 tane şehit gelir. Allah rəhmət eləsin. Allah hamısına rəhmət eylesin. İlk şehit benim oğlum oldu. Bir de evladım oldu. 2 nəfər. Ben oğlumun üçün verip sıkmışım. Hiç bilmemişim benim evim eşiğim necə oldu. Üçün verip sıkmışım. Ağlaya ağlaya bu yollarına. Bir gün qayıtmışam, onun torpağından götürmüşəm, aparmışam, Bəyləmtəpədə qalmışam. Və 5 yerdə qalan atmışam. Heç bir analara Allah 5 yerdə qalan atmasın. Həyatı boy. Heç kəsə arzulamarım. Allah canınızı sağ eləsin. Allah həmişə sizi bir-birinizlə mehriban eləsin. Kim yaşlıdır, kimin yaşı gəlirsə, Mənim anamdır. öz Canlı. balalarına, öz ailələrinə ağır örgən. Şəhid Rövşənin anası. Mənim anamdır. Hamının özünə görə tayfası var. Canın bəyini sevməsin. Canını paylaşar, xahiş eləmədim. Hamı öz tayfasının üstündə Allah bütün şəhidlərimizi Heç kəs heç kəs Bu da Cəbrayılın Qumlaq kəndidir. Hər öz tayfasının üstündə gelir. Əgər İslam müəllim, Sovet sədri, oğlum vaxtı, mənim oğlumun vəziyyətini bilsəydi, indi mənim oğlum çoxdan adını almışdı. Mənim oğlumun ürəyində 2 dənə qəlbə gedir. Bir gelir sama qədər saxlaşım onun. Qanın şamaqlıya boyuyub götürmüşəm. Həmən qanın şamaqını 32 il saxlamışam, gətirdim qoydum abidəsinə. Allah rəhmət eləsin.